Bugün Məkkə turuna videosunu çəkəcəyik. Belə səhər tezdən gedəcəyik. Çox da incə içdim, ona görə çox da yaxşıyım. Belə Kəbəyə toxunmaq istəyirəm bu günlər. Toxunsam videosunu çəkəcəm. Dünən Kəbəyə getdik, videosunu da qoyum. Belə hələlik sağ olun, indi avtobusa minəcəyik. Sarkı Arafat dağına gəlmişik. Həzrəti Həvva ilə Həzrəti Adəmin bir araya gəldiyi təpə deyim, dağ demeyim. 300 yıl sonra böyle. Onları yığır qaba. Elə ki güneş çıxdı, güneş ışık vermeye başlayanda artık o ərazi var, məntəqə var ki oradan biz Şimdi restorana geldi artık tur başa satır. Böyle verdi. Yemeğe geldik sonra otaya kaydedeceğiz. Səhərdən yolumuz var. Kəbəyə gedəcəyik. İnşaat hava eləməyə. Video yapan satmışam mən. Ehram biraz tez giyinmişik. Belə davam edirik. Ekrana baxamıram çünkü yüzümü görürəm. Ekranda da qadağadır. Mən arasına falan gittim. Onların videosunu çəkirəm yəqin ki. Belə. Bir daha salam dostlar. Burada videonun çok kısa olduğunun fərqinə varıb gediş vlogunu da beraber çəkmək istədim. O sırada işte gedərkən neynədiyimiz falan onları da çəkim dedim. Dostlar, bu videoda artık Məkkədən, Ümrədən qayıdırıq. Herkes her şeyin sonu olduğu kimi bunun da sonu oldu. Xeyirlisi. İndi otelde artık bagajlarımızı verdik, gedirik. Böyle. Ve sağlaşaq da. Aa, yoxdur. Buradan var idi, onunla sağlaşaq. Hazırda səhər yeməyinə gəldik. Otağa əşyalarımızı götürdük, qoyduq. Yemək yiyəcəyik, sonra avtobus gələcək. Yavaşdan hazırlaşdırıq. Belə. Dostlar, biraz tez gəlmir bura. Avtobusa mindik, düşdük. Bagajı verdik, elədik. Artıq Aykut tərəfindəyik. İndi gedəcəyik. Aykut'a təyyarəyə mənimlə çəkəcəm. Dostlar, hazırda təyyarəyə mindik və orada da hər iki tərəfdə də bir dənə üç bucaq olur. Üç bucağın mənası da tam qanadın üstündəki pəncərədir. Mən də vaxtımə qanadın üstündəki pəncərə gəlib hələ qalxmamışıq. Axırıncı deyəsən yerimizdəyik. Hey be. Renkli biraz yaşadım koyuyor. Dostlar, yatıp kalmışam. Su kaldı. Yemeği inşallah kaçırmışam. Dostlar, o gün videonu yorgun olduğum için kısa çekmişim. Video buraya kadar idi. İzlediğiniz için çok sağ olun. Teşekkürler.